Naxçıvanda 46 milyonluq korrupsiya faktı detalları diqqətinizə çatdırıram. Hesablama Palatası Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq həyata keçirilmiş 4 audit üzrə aşkarlanmış hüquq pozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Baş Prokurorluğa, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib. Ajansas xəbər verir ki, bu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. Qeyd edilir ki, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirilmiş və nəticələr rəsmiləşdirilmişdir. 2024-cü ilin iş planı üzrə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə cəmi 46,6 milyon manat maliyyə pozuntusu aşkarlanmış, bunun 12,7 milyon manatını hesablanmış büdcəyə zərər təşkil edib. Aşkarlanmış pozuntunun 31,5 milyon manatı bank hesabında saxlanılmaqla Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülməyən vəsaitdən ibarət olub. İdarə tərəfindən keçirilmiş auditlərlə maliyyə hesabatları üzrə 19 milyon manat məbləğində təhrif aşkarlanıb ki, bunun da 18,3 milyon manatı əhəmiyyətli təhriflərdən ibarət olub. Yuxarıda qeyd olunan nöqsanlardan əlavə 2024-cü ilin iş planına uyğun olaraq idarə tərəfindən keçirilmiş auditlərlə aşkarlanmış səmərəsiz xərclərin məbləği 2,3 milyon manata bərabər olub. 4 audit üzrə aşkarlanmış hüquq pozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib. Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumatlara əsasən bir audit üzrə aşkarlanmış qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir və qeyd edeyim ki, bütün məlumatları ətraflı və detallı Ajansas xəbər portalından oxuya bilərsiniz.